Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump dünəndən Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyaddadır. Onun bir sıra vacib görüşləri oldu. Bunlardan təbii ki, ən əsası Vəliəhd Şahzadə Məhəmməd bin Salman Əl-Səudla olan görüşü idi. Burada müxtəlif məsələlər müzakirə olundu. 600 milyard dollar dəyərində bir investisiya layihəsi imzalandı və bugün Trumpın Suriyanın keçid hökumətinin rəhbəri prezident Əhməd Əl-Şara ilə görüşü planlaşdırılır. O buna ötən gün razılıq verdi. Bir tərəfdən də Suriyaya qarşı olan sanksiyaların aradan qaldırılacağını açıqladı Donald Trump. Təbii ki, buna dünyadan, beynəlxalq ictimaiyyətdən alqış gəldi və Trump yaxın şərq turu çərçivəsində bugün Qətərə, sabah isə deməli Birləşmiş Ərəb Əmirliklərinə getməlidir. O, İstanbula da uça bilər. Deməli, belə bir ehtimal var, özü səsləndirilmişdi. Dünyanın nəzəri təbii ki, İstanbul görüşünə zillənib. Ukrayna prezidenti Volodimir Zelenski isə İstanbulda olacaq sabah ayın 15-də, amma danışıqlara, Ukrayna-Rusiya danışıqlarına yalnız Rusiya prezidenti Vladimir Putinin qatılacağı halda özünün də qatılacağını açıqlayıb. Ukrayna prezident ofisinin deməli müşaviri Mikhail Podolyak da bununla bağlı bir məsələni bildirib efirdə ki, Ukrayna tərəfi daha aşağı səviyyədə hər hansı görüşü mənasız hesab edir. Yəni, ya Putinlə görüşürük, ya da aşağı səviyyədə kimləsə görüşmürük. Ən azı Volodimir Zelenski görüşməyəcək aşağı səviyyədə hansı nümayəndə heyəti ilə. Bəs Putin gələcəkmi İstanbula? Bu da hələ müəmmadır. Kremldən belə bir açıqlama yoxdur. Ümumiyyətlə, dünən təxminən yarım saat fərqlə iki fərqli açıqlama verildi. Birinci deyildi ki, bəs Rusiyanın nümayəndə heyətinə Xarici İşlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Nümayəndə heyətinə həm də deməli prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov daxil olacaq. Yarım saat keçməmişdi. Kremlin mətbuat katibi Dmitri Peskov fərqli bir açıqlama verdi. Dedi ki, prezident Putin özü bilir nə vaxt açıqlayacaq nümayəndə heyətinə kimi rəhbərlik edəcəyini, kimlərin təmsil olunacağını. Sanki tərəflər bu sayaq kəşfiyyat xarakterli açıqlamalar verməklə qarşı tərəfin planlarını öyrənməyə çalışır. Putinin ümumiyyətlə deməli İstanbula gəlişini təbii ki, Donald Trump da istəyir. Hətta Putin gələcəyi halda Trumpın da İstanbul görüşündə iştirakı nəzərdə tutulub. Volodimir Zelenski də bütün ümidlərini əslində Trumpa bağlayıb ki, sən gəlsən, Putin də gələr İstanbul görüşünə. Sadə dilinə desək, belə bir vəziyyət var ortada. Düşünürəm ki, hər iki lider orada olmalıdır. Mən də orada uçmağı düşünürəm. Bilmirəm, cümə axşamı harada olacağım. Çox sadə görüşüm var, amma doğrudan da oraya getməyə fikirləşirəm. Bunun baş vermə ehtimalı var, demişdi Donald Trump. Avropa İttifaqı isə deməli İstanbul görüşündən nəticə çıxmayacağı halda Rusiyaya qarşı növbəti sanksiya paketini işə salınmağa hazırlaşır. 17-ci sanksiya paketindən gedir söhbət. Artıq Avropa İttifaqı ölkələri bugün 17-ci sanksiya paketini qəti şəkildə razılaşdırmaq niyyətindədirlər. Financial Times qəzeti Avropalı diplomatlara istinadən yazır ki, əgər çərşənbə günü sanksiya paketini razılaşdırmaq mümkün olsa, yəni bugün, o zaman Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri gələn həftə onu təsdiqləyəcəklər. Cənub qonşumuzdan danışaq. İran ordusu və İnqilab Keşikçiləri Korpusu, yəni Sepah düşmənlərinə səslənib. Ordumuz Hörmüz boğazında, Körfəzdə, Makran sahillərində döyüş və əməliyyat hazırlığının deməli yüksək səviyyəsindədir, zirvəsindədir. İran Silahlı Qüvvələri Baş Qərargahının deməli rəisi general-mayor Məhəmməd Baqiri deyib ki, silahlı qüvvələrimiz düşmənə qarşı vuruşmaq üçün tam gücü və hazırlığa malikdir. Kimdir İranın düşməni? Yaxud da Tehran özünə kimləri düşmən bilir? Amerika Birləşmiş Ştatları, İsrail, Böyük Britaniya. Və bütün ordunun hazırlığına dair bütün mesajları da əsasən bu ölkələrə ünvanlamağa can atır. Baqiri həmin dövlətləri işarə edərək belə deyib. Ola bilər, siz səhv hesablamalara əsaslanaraq İranla münaqişəyə başlayırsınız. Münaqişənin sonu, onun forması, vaxtı, yeri və döyüş meydanının genişlənməsi ilə bağlı artıq qərar sizin əlinizdə olmayacaq. Bunları İslam Respublikası müəyyən edəcək, deyir Məhəmməd Baqiri. İranın deməli ordunun baş qərargah rəisi Kobaxidze dözmədi. Gürcüstanın baş naziri Birləşmiş Ştatların prezidenti Donald Trumpa və vitse-prezident J.D. Vance açıq məktub ünvanlayıb. Dünəndən Gürcüstan mətbuatında bu məktubla şalaxalanır. Kobaxidze yeni administrasiyanın Gürcüstanla bağlı susqunluğa son qoymağa çağırır. O qeyd edir ki, bir neçə həftə əvvəl Birləşmiş Ştatların rəsmi məktub göndərməsinə baxmayaraq hələ də heç bir nəticə almayıb. Baş nazir bu susqunluğun Gürcüstan xalqında və hökumətində ciddi təəccüb doğurduğunu qeyd edir. Kobaxidze məktubda
da Gürcüstanın illərlə Birləşmiş Ştatların ən çətin regionda ən etibarlı tərəfdaşı olduğunu, İraq və Əfqanistandakı hərbi missiyalarda iştirak etməklə Birləşmiş Ştatların büdcəsinə 2,5 milyard dollar qənaət etdiyini xatırladı və deyir ki, Birləşmiş Ştatların Gürcüstana ayırdığı real yardımın məbləği heç o rəqəmlərdən üst-üstə düşmür. Yəni azdır, daha çoxunu istəyir. Kovaxidze Biden dövründə planlaşdırılmış inqilab cəhdlərinin qarşısını alan hökumət nümayəndələrinə qarşı tətbiq olunan sanksiyaların hələ də aradan qalxmadığını deyir və bununla bağlı qarşı tərəfi sərt şəkildə tənqid edir. PKK özünü buraxdı. Artıq bu xəbər təqdim olunmuşdu. Ötən gündən Türkiyə mediası, ümumiyyətlə dünya bu xəbərin tirajlamaqla məşğuldur. Terror təşkilatı artıq silahı yerə qoyacağını açıqladı. Amma necə olacaq bu proses? Hər kəsi bu maraqlandırır. Silahları yerə qoymaq deyəndə nə nəzərdə tutulur və bu proses hansı formada həyata keçiriləcək? Türkiyənin Sabah qəzeti yol xəritəsini təqdim edib. Yəni silahsızlaşdırma ilə bağlı proses hansı formada həyata keçiriləcək? Terrorçuların silahları təhvil verməsi prosesi 3-4 ay çəkəcək. Bu müddət ərzində 3500-ə qədər silahlı bölgənin dağlıq ərazilərini, o cümlədən Şimali İraqın Türkiyəyə bitişik olan ərazilərini tərk etməlidir. Deməli, Şimali İraqda terrorçuların silaha gətirib təhvil verəcəkləri 3-4 nöqtə müəyyən olunacaq. Türkiyənin dövlət qurumları PKK-nın əlində olan silahların sayını bilir, yəni arsenalına bələddir və bu baxımdan da Türkiyə hökumətini, Ankaranı aldatmaq mümkün olmayacaq, deyilir Sabah qəzetinin məlumatında. Terrorçular həmçinin mağaralar da daxil olmaqla silah anbarlarının yerlərini açıqlamağa məcbur olacaqlar. PKK-çılara fərqli yanaşma tətbiq olunacaq. Onların arasında eləsi var ki, hələ indiyə qədər silahlı hücumlarda, terror aktlarında iştirak etməyiblər, adları hallanmayıb, dövlətin siyasətində yoxdur və bu şəxslər Türkiyəyə qayıda biləcəklər, onlar şərti azadlığa buraxılacaqlar. Amma bu hər kəsə aid deyil. Təbii ki, qruplaşmanın 100-ə yaxın üzvü liderlər siyasətində yer alır. Bu şəxslərin 3-cü ölkəyə köçürülməsi məsələsi var gündəmdə. Onlar istəyirdilər Suriyanın şimalına köçsünlər, amma bu Ankara tərəfindən rədd edildi. PKK terror təşkilatının bir də Suriya qolu var təbii ki, YPG-dən gedir söhbət. Bu yaraqlılar Suriya Milli Ordusunda birləşdiriləcək. Nəşrin məlumatında deyilir ki, PKK, YPG yaraqlılarına qarşı məhkəmələr Ankara və Dəməşqin birgə səyləri ilə həyata keçiriləcək. Amma Ankara hələ ki, antiterror əməliyyatlarına son qoymaq niyyətində deyil. Təbii ki, dövlətin təhlükəsizliyinə təhdid yaradan hallar baş verərsə, Ankara da öz işində olmağa davam edəcək. Amma ümumi proses PKK-nın tamamilə ləğvi məsələsi, silahsızlaşdırılması məsələsi bu ilin oktyabrına qədər yekunlaşmalıdır. Biz də yekunlaşdırırıq bugünkü siyasi icmalı.